Salam, 2025 informatika model suallarından birine baxmış olsaq, burada Python proqramlaşma dili ilə bağlı belə bir sual var. Funksiya ilə bağlı. Python proqramlaşma dilində funksiya, yəni suala baxdıqda def açar sözün görüşdə bilir ki, funksiyadan söhbət gedir. Funksiyada necə idi? Deməli, sondan əvvələ doğru hərəkət eləyirdi, arqumentin qiymətini hesab edir və funksiya yenidən qaytarırdı. Deməli, bizim funksiyamız def f(x, y) funksiyasıdır və sonda nədir? f2, 3. Deməli, bizim funksiyamız f2, 3 funksiyasıdır. Biz f2, 3 funksiyasını hesablayacağıq. X-in yerində 2, y yerində isə 3 dayanır. Yəni, 2 üzərinə 3 if x plus y. Yəni, 2 üzərinə 3, 5 ondan böyükdürmü? Xeyr. Deməli, bu şərt ödənmir. Keçirik əks halda, return x vur y. 2 vur 3 bərabərdir 6 return və bu 6-nı qaytarır f2, 3-ə. f200 funksiyasının qiyməti olur 6. Bəs f200 funksiyası nəyə bərabərdir? Eyni zamanda bu f200-də s-ə bərabərdir. Deməli, s-i tapmış olur və biz digər funksiyaya giriş edirik artıq. Burada j funksiyası yaranır. J funksiyası 1, 5 və s, yəni 6. S-i də tapmış oldu. Artıq bu j funksiyası bizdə ABC bura müraciət edəcək. Yəni A-mız 1, B-miz 5, C 6 olur. Və A bərabərdir B, yəni 5 üzərinə gələk, F, B, C, yəni 5, 6. Artıq burada yeni bir f funksiyası yarandı, f5, 6. Və yenidən biz bu f5, 6 funksiyasını getirib burada hesablayırıq. X-imiz bu səfər olur 5, y-imiz 6 olur. 5 üstə 6, 11. 11 ondan bölüşdü, bəli. Artıq burada return x üstə gəl y, yəni şərt ödəndiyinə görə 5 üstə 6 gələcək 11. Və bu f5, 6, 11 qiymətini almış olur. O zaman A-mız nə olur? A bərabərdir 5 üstə gəl 11, o da bərabərdir 16. Tapmış olduq A-nı. Davam edəcək burada. A-nı tapandan sonra B var burada. B bərabərdir A çıxılsın C. B bərabərdir A çıxılsın C. Yəni A 16 olmuşdu. A 16 olmuşdu. 16 çıxılsın C-də 6 bərabərdir 10. Və return A plus B-ni istəyir bizdən. Bu da B-nin qiyməti olmuş oldu. B-nin qiyməti olmuş oldu. Buranı biraz təmizləmiş olsa. Return A üstə gəl bir. A 16 olmuşdu. 16 üzərinə gələcək 10. Bərabərdir 26. Deməli, düzgün cavabımız 26. A variantı.